Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyəkel fərəc. Məkasib kitabından 333-cü dərsi oxuyuruq. Məsələmiz də bundan ibarətdir ki, rüşvət haramdır və rüşvət nəyə deyərlər və hansı dəlil dəlalət eləyir bunun haramlığına. Bu barədə bir qədər söhbət eləmişik. Bugünkü dərsimizdə həmən mətləbin, məqsədin davamıdır. Keçən dərsimizdə mərhum Şeyx Murtəza Ənsari neçə alimin rüşvət haqqında söylədiyi tərifləri oxuduq. Bu gün də bir neçə dənə alimin və lüğətin fikirlərini oxuyarıq ki, rüşvət nəyə deyirlər? Rüşvət hansı pula deyilir? Keçən dərsimizdə İbn-i İdris-i Hillinin rüşvət haqqında söylədiyi oxuduq və mərhum Şeyx Murtəza Ənsari buyurur, haza, yəni bu dediklərimi yadınızda saxlayın və buyurur, və lakin ən məcməul bəhreyn qəlləmə yəstə'milur rüşvə İlla fîmâ yetevəssəl bihi ilə ibtâli haqqin əv təmşiyyəti batilin. İndi Məcməul Bəhreynin tərifini deyir. Məcməul Bəhreyn də bir neçə cild kitabdır, lüğətləri yığıb ora. Buyurur, Məcməul Bəhreyn rüşvəni belə məna eləyir. Buyurur, rüşvə sözü, rüşvət ki biz deyirik, bu hər yerdə işlənməz. Bu bəzi yerdə işlənər. O yerdə ki, o pulla insan haqqı batil eləyir, haqqın batilliyinə çatır və yaxud batili dirildir, o pula rüşvət deyərlər. Yəni, o pulu ki sən xərcləyirsən və onunla haqqın batilliyinə çatırsan və yaxud batili dirildirsən, bərpa eləyirsən, o pul rüşvətdir. Qəlləmə yəstə'milur rüşvə. Yəni, rüşvət az yerdə işlənər. İlla yalnız o yerdə işlənər ki, fîmâ yetevəssəl bihi, ki orada sən çatasan ilə batili haqqin, bir haqqı batilliyinə, əv təmşiyyəti batilin, ya bir batili diriltməyə, həmən pula rüşvət deyərlər. Bu mənada Məcməul Bəhreyn kitabının rüşvət haqqında verdiyi mənadır və söylədiyi tərifdir. Və ənil məsabih Misbah kitabından, o kitabın sahibi də rüşvəyə belə tərif yazıbdır. Hiyəmma, rüşvət odur ki,
yu'tihi şəxs lil hakim əv qeyrəhu. Rüşvət odur ki, bir şəxs hakimə pul verir, əv qeyrəhu ya qeyri hakimə pul verir, liyəhkum ləh, hakim onun ləhənə hökm eləsin. Məsələn, iki nəfərin ixtilafı var, gediblər hakimin yanına, biri pul verir hakimə, mənim xeyrimə hökm elə. Əv yəhmiluhu əla ma yurid. Ya qeyri hakimə pul verir, istəyir o adam bunun sözünü cəmiyyətdə desin. Bunun iradə elədiyinə cəmiyyəti vadar eləsin. Fərz elə bir şəxsdir ki, o cəmiyyəti vadar eləyə bilir, yönəldə bilir. Bir nəfər gəlib ona pul verir ki, mənim fikirlərimə cəmaatı vadar elə. Misbah kitabı da buyurur, rüşvət buna deyərlər. Və anil misbah hiyə ma yu'tihi şəxs lil hakim əv qeyrəhu liyəhkumə ləh əv yəhmiluhu əla ma yurid. Bəli, Misbah kitabından da rüşvətin tərifi bu cür nəql olunub. Və ənin Nəhayə kitabı da lüğət kitabıdır. Müəllifi İbn Əsirdir. İbn Əsir də Nəhayə kitabında rüşvətə belə tərif yazıb. Ənəhəl vuslə iləl hacə bil məsaniə, buyurub, rüşvət odur ki, insan öz ehtiyacına çata, yetişə, hakimlə söhbət eləməklə, yəni hakimlə bir yolla, saxta yolla danışır, söhbət edir və o saxta yolla insan öz hacətinə, öz məqsədinə çatır. Bir məsani, yəni hakimlə öz aralarında saxta bir yolla danışılır, pul xərclənilir, öz məqsədinə çatır. Həmən pul rüşvətdir. Və raşi buyurur, raşi, yəni rüşvət verən kimdir? Məna eləyir. Rüşvət nədir? Rüşvət verən kimdir? Rüşvət alan kimdir? Onların arasında vasitə kimdir? Burada İbn Əsir Nəhayə kitabında həm rüşvətin özünü məna eləyir, həm rüşvət verəni, həm rüşvət alanı, həm də aralarında olan vasitəni. 4 dənə burada tərif deyir. Birinci rüşvətə tərif dediyi rüşvət nədir? Rüşvət o puldur ki, insan saxta yolla məqsədinə çatır o pulla. Və raşi, rüşvət verən əlləzi o şəxsdir ki, yu'ti ma, pul verir, yu'inuhu ələl batil, batilən köməklik eləyir. Məsələn, pulu verir hakimə, ta hakim onun ləhənə hökm eləsin, bir halda ki, özü batildir. O batili diriltməyə köməklik eləyir. Buna deyirlər raşi, yəni rüşvət verən. Vəl-murtəşi, rüşvəti alan kimdir? Əl-axiz, o pulu alan. O pulu alan, rüşvəti alan da murtəşidir. Və raiş kimə deyərlər? Huvəlləzi, raiş o şəxsdir ki, yəs'a beynəhuma, o rüşvət verənlə rüşvət alanın arasında səy eləyir, çalışır.
Liyəzid lihaza o rüşvət alan üçün çoxaldır, yəni onun xeyri üçün əlləşir, çox pul alır. Və yənqus lihaza o rüşvət verən üçün də o rüşvəti azaldır. Yəni həm ona kömək eləyir, həm ona kömək eləyir. Vasitə qərar verilir. Ondan pulu alır, gətirir, verir bu birisinə. Buna da deyirlər raiş. Bunların hamısı haramdır. Bunların heç biri halal deyil. Bunlar hamısı haram iş görürlər. Həm rüşvət verən, həm o rüşvət alan, həm o vasitəçi. Yalnız keçən dərsimizdə bir alimin tərifini oxuduq. Əgər haqqı bərpa eləməkdirsə, o rüşvəti verən haram iş görmür, onu alan haram iş görür. Rüşvət verən istəyir o haqq, ədalət bərpa olunsun, ona görə verir, o haram iş görmür və lakin o rüşvəti alan haram iş görür. Belə bir tərif oxumuşduq, amma hələ rüşvətə verilən təriflərin davamı gəlir, hələ yenə də bu barədə təriflər oxuyarıq. Elhamdülillahi Rabbil Aləmin.